Yazda bu dağların ağacları yaşıl köynək geyinər. Yayda çölçəmənləri sarıya, qışda isə ağ saçlı ağıla dönər. Vaxtı ilə çapar atların ayaqlarının nal izlərindən cadar-cadar olmuş bu torpaqlar, indi malqaranın otlaq sahəsinə çevrilib. Hamar asfalt, kələkötür yollarla əvəz olunsa da, bu Qaradağa gələni qorxutmur. Təkcə Babək qalasına, bu əsrarəngiz gözəlliyə, yamyaşıl sıx meşələrə görə adamlar ən bahalı maşınlarını belə bu yerlərdə korlamaqdan ehtiyat eləmirlər. Amma dəyər, çünki bu daşlar, bu qayalıqlar dil açıb danışır. Azərbaycanın tarixindən, torpağından, insanlarından və ən əsası ölməz qəhrəmanlarından. Qaradağ vilayəti Azərbaycanın qədim yurd yerlərindən biridir. Orta əsr qaynaqlarında Qaracadağ kimi qeyd olunur. Çağdaş, farsdilli, tarixi və coğrafi ədəbiyyatlarda Ərəsbaran, yəni Arazbar adlanır. Qaradağ şimal tərəfdən Araz çayı boyunca Azərbaycan Respublikası ilə çiyin-çiyinə dayanıb. Adından da göründüyü kimi Qaradağın ərazisi əsasən dağlıq və dağlar arası düzənlikdən ibarətdir. Bura Kəlibərdir. Qaradağın 18 mahalından 7-cisi və 2-ci böyük şəhəri. 14-cü əsr İran tarixçisi Həmdullah Qəzvini yazır ki, Kəlibər yaxud Kələntər əyalət şəhəri olub, ormanlıqlar və uca dağlar arasında yerləşir. Burada böyük bir istehkam var ki, ayağından çay axır. Məhsulu taxıl, üzüm və meyvəcatdır. Bağçılıqla məşğuldurlar. Doşab bişirir, meyvə qurudurlar. Burada türklər və qismən talışlar yaşayır. Danışdıqları dil Azərbaycan türkçəsidir. Qaradağın ətəkləri, Muğan çölləri, yayda malqarası, qoyun quzusu olan kəndlilərin yaylaq yeri alaçıq yurdudur. Qaradağlılar sakit çaya bənzərlər. Onların belə türkəsaya görünüşləri arxasında bir vulkan lavası gizlənir. Tarixən sinəsi sazlı, əli silahlı bu insanlar bütün dönəmlərdə haqqı nahaqqa verməyiblər. Odur ki, İrandakı bütün inqilabların başçıları əslən Qaradağlılar olublar. Buna görə deyirlər ki, kişilik, mərdlik Qaradağ cəmaatının qoyunda xislətindədir. Ərdəmində ərdəm olurlar, vurdəmində vurdəm. Babək kimi. Babək demiş, özüm yaylaqda, fikrim Bəz qalasında qalıb. Ətəklərdən üzü yuxarı qalxmağa başlayırıq. Bəz adı orta əsr mənbələrində ölkə, vilayət, şəhər, qala və dağ mənalarında qeyd olunur. Bu yer Kəleybərin cənub-qərbinin bir neçə kilometrliyində, Kəlmədüzlə söhbətləşdiyi arada Həştisər, 8 baş deyilən bir dağdır. Dəniz səviyyəsindən 2600 metr hündürdədir. Dağın təpəsini, Cümhur adlanan zirvəsini hörmətə, şərəfə mindirən Bəz qalasıdır. El arasında ona Babək qalası deyirlər. Babək Xürrəmdinin rəhbərliyi altında xalqın yadilli işğalçılara qarşı mübarizə qərargahı. Bu daş qala 3 tərəfdən uçurumlarla əhatə olunub. Qalanın ətrafında 400-600 metr dərinlikdə dərələr var. Sıldırım bir dağ üzərində tikilən qalanın yolu çox çətin və darısqaldır. Bu yoldan bir-birinin ardınca tək-tək keçmək mümkündür. Bugün hünər deyil ki, bir nəfəsə bu enişli, yoxuşlu dərələrdən keçib qalaya birbaşa çatasan. O vaxt igidlər suyu tuluqda daşıyardılar. Mən də belə qabda. O vaxt atları mahmuzlayıb qalxardılar. Bu vaxt isə bütün bu şuxluqlara baxmayaraq, içimdə qaynayan ruhum öz ciddiliyində qalırdı. Yol tükənmək bilmir, mən suallar məngənəsində vurnuxurdum. Qırmızı bayraq. Bugün əksər dövlətlərin bayraqlarında yer alan bu rəng, bütün allığı ilə ilk dəfə Babəkin əli ilə ucaldılmışdı. Ürəyim min, dilim yalnız bir söz deyə bildi. Bütün dünya tarixində qırmızı bayrağı azadlıq rəmzi kimi ilk dəfə qaldıran Babək oldu.
Royal kanımıza boyanmış bu keten parçası bizim üsyan bayrağımız olsun. Eğer üsyanımız azadlık üçündürse, azadlığımız beraberlik üçündür. Eğer kara torpağa Kızıldəni bize kilise gerek biçin de bizim olsun, bereketle. Görünür, buna görə idi ki, xürrəmilərə, müxəmmirə, ərəb dilindən tərcümədə qırmızı geyinmişlər və ya surxəl, farsçadan çevirəndə qırmızı bayraqlılar deyirdilər. Babəkin minlərlə igidi bu qayalıqların bir nəfərlik, dar, əyri, kələkötür yol cığırlarından necə keçiblər görən. Üstəlik bu yollarda necə at çapıb, qılınc oynadıb vuruşublar. Nəfəsimi azca dərib, düşüncələr torunda çabaladım. Tarix səhifələnir, yollar boyu canlanırdı gözümdə. Xürrəmilər hərəkatı Azərbaycanda və bəzi qonşu ölkələrdə Abbasilər xilafətinə qarşı geniş azadlıq hərəkatı idi. 8-ci əsrin sonlarından başlanan üsyanlar bütün İran və Azərbaycan əyalətlərinə yayılmışdı. Üsyanlara Bəz qalasının sahibi Cavidan və Əbu İmran rəhbərlik edirdilər. Azərbaycanda iki qoçun başı bir qazanda qaynamır. Az sonra Cavidan və Əbu İmranın öz aralarında münaqişələri başlayır və bu zaman xilafətə qarşı mübarizə zəifləyir. Növbəti vuruşmaların birində Əbu İmran Cavidanı öldürür və özü də aldığı ağır yaralardan vəfat edir. 10-cu əsrin tarixçisi İbn Nədim Kitab-əl-Fihrist əsərində yazır ki, Cavidan Əbu İmranla vuruşandan 3 gün sonra öldü. Bu hadisə 816-cı ildə baş vermişdi. Bu ildən, 816-cı ildən Xürrəmilər hərəkatına Babək başçılıq edir və bir igidin ömrü qədər düz 21 il ərəb işğalçılarına və xilafətə qarşı inadlı azadlıq müharibəsi aparır.